Ərzaq alış-verişi üçün marketlərlə yanaşı bazarlara üst tutanlar da az deyil. Bəzi alıcılar düşünür ki, meyvə-tərəvəz, ət, toyuq, çərəz kimi məhsullar bazarda daha münasib qiymətə satılır. Ancaq bu, bazardan bazara dəyişə bilər. Bəs görəsən, Bakıda ən münasib bazar hansıdır? Qiymətlərdəki fərqi araşdırmaq və mövcud vəziyyəti öyrənmək üçün Bakının ən çox alıcı cəlb edən 2 bazarına yollandıq. İlk ünvanımız paytaxtın məşhur Yaşıl bazarı oldu. Hazırda Yaşıl bazardayıq. Qiymətləri öyrənmək üçün bir neçə satıcıya yaxınlaşacağıq. Quba almaları var, buja alması var, simirinka var, qəbələ alması var, Qızıl Əhmədi, Naxçıvan alması var, Şafura. Neçə manatdan başlayır? Quba almaları 4 manatdır kilosu. Bəs alıcılar ən çox hansını seçirlər? Qızıl Əhməd seçirlər, bir də Naxçıvan, Şafura. Onlar bahadır, 6 manat, 7 manat kilosu. Pomidor orada 3 cür, 4 cür pomidorum var. Səlyan pomidoru var, 5 manatdır. Səlyan pomidoru. Özbək sortu varımdır, 8 manata. Zirə pomidoru var, 5 manata. Alıcılar ən çox hansını seçirlər? Ən çox, ən yüksəkliyi Özbək pomidoruna verirlər. Özbək pomidoru alınır. Kartofun kilosu neçədir? 1 manat. 50 qəpik. Kartof kisə ilə neçə olur? Kisə ilə 95 qəpik. Bəs soğan? Soğan kisə ilə 9 manat. Turpun içi 1 manata, o biri göylər 20 qəpiyə, kahə 60 qəpiyə. Alıcı yoxdur. Alıcı qüvvəsi zəifdir. Bazarda alveri yoxdur. Vallahi yer pulunu verənmir adam heç. Bazarda ət və toyuq məhsulları bölmələri də alıcıların diqqətini çəkir. Satıcıların sözlərinə görə təbii kənd toyuğunun kilosu 6-7 manat arasında dəyişir. Bu məhsula əsasən restoran sahibləri üstünlük verir. Vətəndaşlar isə daha çox 8-9 manatlıq toyuq alırlar. Dana və qoyun ətinin kilosu 17-18 manat, quzu ətinin qiyməti isə 21-22 manatdır. Yaşıl bazardan sonra növbəti ünvanımız ucuzluğu ilə tanınan 8-ci kilometr bazarı oldu. Bu bazarın həm çeşidlilik, həm də qiymət baxımından alıcıların sevimlisi olduğu deyilir. Bəs görəsən, bura daha ucuzdur? Bu bazar qiymət çeşidliyi ilə digərlərindən fərqlənir. Belə ki, pomidorun qiyməti 60 qəpikdən 3 manat 50 qəpiyə, xiyarın qiyməti isə 1 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Hətta bəzi satıcılar 7 dəstəni 1 manata təklif edirlər. Toyuq ciyərinin kilosu 2 manat 50 qəpik, toyuğun hissələrinin qiyməti isə 4-5 manat arasında dəyişir. Kartofun kilosu neçədir? 80 qəpik. Bəs kisə ilə? Kisə ilə belə 75 qəpik. Bəs soğanın qiyməti? Soğanın qiyməti 10 manat. Kisə ilə. Ən baha göylərimiz saatlı göylərdir. Ən çox alınır kişini, şüd, soğan. Türkün limosu məsəl üçün 40 qəpiyə, Lənkəran limosu 5-i, 4-i belə satırıq. Lənkəran ucuz, indi Lənkəranda da indi qutarır. Lənkəran ucuzdur, Türk bahadır mənim balam. Tolka limon satıram. Xiyarın kiloqramı neçədir? 1.80-ə. Amma da 1.20-yə, 1.50-yə belə qiymətlərdir. Bundan tam uzusu nə istəyirlər ki? Baxalaşmağı. Qışın bu zarında 1.80-ə xiyar verirəm. Hər cür qiyməti var. Alıcılar ən çox hansını seçir? 50 qəpiklik alıcı var, alıcı yazıq ölübdür. Yoxdur, cəmaatda pulu yoxdur. Gəlir 1 manat 20 qəpik, 1 manat 20 qəpik, 50 qəpiklik alır, 21-20-ni almır. Göründüyü kimi bazarlarda qiymətlər məhsulun keyfiyyətindən və bazarın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Vətəndaşlar bazar-bazar gəzərək bütçələrinə uyğun alış-veriş etməyə çalışırlar. Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim Media.